Dəyərli izləyicilərim, möhtəşəm bir nəticə ilə qarşınızdayam. Səsi açın və videonu sona qədər izləyin. Siz də bu problemlə əziyyət çəkirsinizsə, bu məlumatlar tam sizin üçündür. Axşamınız xeyir Ceyhun bəy. Bağışlayın, narahat edirəm. Mən bu yaxınlarda sizdən məhsul götürdüm. Əsəbə görə. İstədim sizə bir çox sağ ol deyim. Amma sizə nə qədər çox sağ ol desəm, ağız dolusu danışsam azdır. Həqiqətən də yəni mən belə bir şey görməmişdim. Mən əsəbə görə çoxmalca almışam. Amma bu məhsulun içində nə var bilmirəm. O qədər gözəl təsir elədi ki mənə. Məni çox sakitləşdirdi. Siz o qədər əsəbləşirdim. Mən hər şeyə reaksiya verirdim. Tez özümdən çıxırdım. Evdəkilərdən də o şey görürdüm ki, kobud rəftar edirəm. Uşaqların da əsəbini pozmuşdum. Onlar da deyir ki, mama sən əvvəl belə deyildin də, niyə indi hər şey əsəbləşirsən? İndi bilirəm hamımızın özümüzə görə problemlərimiz var. Gündəlik stresslər yaşayırıq. Amma mən necə deyim də görürdüm ki, mənim vəziyyətim ağırlaşır. Bir də məndə psixik elə bir yaranmışdı. Məsəl üçün kimsə bir əşya götürəndə bir çaşka götürüb su içirdilər. Əsəbləşirdim ki, niyə moykanın içinə qoymuşsunuz onu? İçirsiniz, yığırsınız. Hər şeyə danışırdım da, deyinirdim. Yoldaşıma da yazığım gəlirdi ki, mən nə qədər danışıram. Öz-özümə də danışırdım ki, mən nə qədər danışıram da. Bəs evdəkilər də bezib mənim əlimdən. İnanın Allaha deyirəm. Siz bəzən belə mesajlara müştərilər inanmır ki, yəqin mən sizin tanışınızam ya qohumunuzam. Yəni bir söz var, deyir, ən böyük şahid Allahdır. Yəni Allah şahiddir ki, nə siz məni tanıyırsınız, nə mən sizi tanıyıram. Sadəcə olaraq Instagramda qarşıma çıxdınız. Dedim bir alım yoxlayım. Onsuz da mən həkimə getmək fikrindəydim, amma dedim alım yoxlayım. Çox gözəl nəticə verib mənə. İnşallah bitəndən sonra yenisini alacağam. Dedim elə bir acığa düşürdüm ki, yemək yeməyəcəm. Niyə ev batıb, niyə uşaq məni hisləndirir? İnanın, bax deyirəm, ətrafım da görür ki, mən çox dəyişmişəm və hamı mənə deyir ki, düzəlmisən, sakitləşmisən. Deyirəm, çox yaxşıyam, özümü o qədər yaxşı hiss edirəm. Hər səhər gümrah dururam, günüm çox yaxşı keçir, şən keçir, işlərimi görürəm, uşaqları dərsə aparıram, gətirirəm. Yoldaşım da nəticəni görür ki, yəni çox fərq var da. Əvvəl belə deyildim, inanın, elə bir başım pozulmuşdu. Yəni, o qədər pis olmuşdum ki, həmişə mən deyirəm ki, bütün xəstəliklərin başında əsəb durur. Yəni, əsəb insanı nə vəziyyətə qoyur, haldan hala salır. Nə yaxşı ki, sizi tanıdım, həqiqətən. İnşallah ki, bu əsəbi olan müddətdə mən yemək yemirdim. Özüm nasıl deyildi də, yəni yemək yeyə bilmirdim. Ona görə çox çəki itirmişəm. Sizdən kökəlmə məhsulu da alacağım. İnşallah ki, əvvəlki çəkimə qayıdaram. Bu bizim sırf məhsulu istifadə edən ilk 15 gündə artıq alınan bir nəticədir. Əgər siz də istənilən bir problemdən, istər əsəb sinir sistemi olsun, istərsə də başqa bir problemlə əziyyət çəkirsinizsə və ən əsası təbii formada bu problemlərdən qorunmaq və yaxud bərpa etmək istəyirsinizsə, mənimlə əlaqə saxlayıb suallarınızı verə bilərsiniz.